Yəni deyir ki, əgər bu bazarı üzümüzə bağlayırlarsa, o zaman niyə biz Avrasiya İqtisadi İttifaqında qalmalıyıq? Əgər mən desəydim ki, baş naziri öldürəcəm, məni mütləq ertəsi gün həbs eləyərdilər. Amma eyni ifadələri Nikol Paşinyan səsləndirəndə heç bir hüquqi addım atılmır. Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu barədə açıqlama verib. Ermənistanın ikinci lideri Robert Köçəryanın və digər şəxslərin cinayət işi üzrə 2026-cı il iyulun 10-da keçirilən məhkəmə iclasında, yəni bugün, hakim müdafiəçi Aram Obrelyana baş nazir Nikol Paşinyanın öldürəcəm və buna bənzər ifadələrini stat gətirməyə icazə verməyib. Və o bildirib ki, hər hansı vəzifəli şəxsin siyasi bəyanatlarının məhkəmə zalında səsləndirilməsini qadağan edir. Bunun ardından Robert Köçəryan həmin ifadələrin birbaşa özünə aid olduğunu bildirib. Müdafiəçi Aram Obrelyan isə siyasi bəyanatların cinayət prosesi çərçivəsində müzakirə mövzusu olmamalı olduğunu qeyd edib. Və xatırlatma eləyək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digər şəxslər barəsində açılan cinayət işi üzrə Konstitusiya Məhkəməsinin müvafiq ittiham maddəsini Konstitusiyaya zidd hesab etməsindən sonra cinayət təqibinə xitam verilib. Lakin Kassasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib və Robert Köçəryanla digər şəxsləri hələ də təqsirləndirilən və müttəhim hesab edir. Bir sözlə, ölkə daxilində, Ermənistan daxilində hazırda mübarizə davam edir və biz son xəbərləri çatdırdıq. Bu xəbərlərin üzərindən geniş təhlillərə də ehtiyac var. İstər mina partlayışı məsələsinə diqqət çəkəcək, istər trip layihəsi ilə bağlı atılan son addımlardan danışacaq, istərsə də Ermənistan-Rusiya münasibətlərinə dair. Və Milli Məclisin üzvü Sevil Mikailova qonağımızdır. Sevil xanım, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Vaxtınız xeyir, xoş gördük. Sevil xanım, birinci istəyərdim ki, Kəlbəcərdəki mina partlayışından danışaq. Düzdür, bir tərəfdən Ermənistanla sülh prosesini irəlilədirik və zaman-zaman daha sülh yönümlü, daha yumşaq mövqedən rəsmi formada da çıxış etməyə çalışırlar. Yəni, Xarici İşlər Nazirliyi olsun, Azərbaycan prezidenti olsun, sülhü dəstəklədiklərini bir yöndən Azərbaycan adından söyləyirlər. Amma bir tərəfdən də mina partlayışları baş verir. Bununla bağlı da çağırışlar edilir. Dünya ictimaiyyətinə də bu məsələyə xüsusi diqqət yetirilməsi üçün mesajlar göndərilir. Kəlbəcərdə növbəti dəfə mina partlayışı baş verib. Sülh prosesi və bununla paralel olaraq baş verən bu cinayət, bunu necə deyək ki, beynəlxalq müstəviyə də çıxaracağıq, necə hüquq müstəvisində bu problemləri həll edə bilərik? Çox təəssüf ki, minalanmış ərazilər müharibənin qoyduğu çox acı, mən deyərim, faciəvi fəsadlardır. Və məsələ burasındadır ki, müharibənin aktiv fazası bitdikdən sonra Azərbaycan tərəfi Ermənistana müraciət etmişdi və mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı çağırışlar səsləndirmişdi. Biz bunu bir tələb kimi ortaya qoyurduq. Çünki həqiqətən də bölgədə humanitar böhran yaradan minalanmış ərazilər bir çox problemləri də ortaya qoyurdu. Ona görə ki, bu ərazilərin məskunlaşması, burada bərpa quruculuq işlərinin aparılması, eyni zamanda məcburi köçkünlərin bu ərazilərə təhlükəsiz qayıdışı məsələsi sual altındaydı. Amma çox təəssüf ilə qeyd edirik ki, biz artıq onlarla məhz mina partlayışında bizim qurbanlarımızın olması, eyni zamanda bir sıra insanlar öz sağlamlıqlarını itiriblər, onların sayı yüzlərlə ölçülür və biz burada artıq dağıdıcı effektini və birbaşa olaraq insan itkilərini qeyd ediriksə, bu artıq humanitar fəlakətdir. Amma bütün bunların fonunda yenə də biz Ermənistan tərəfindən xəritələrlə bağlı dəqiq, yəni sənədləri almadıq. Bəli, onlar bir müddət fazalı şəkildə bu sənədləri təqdim etmişlər, ancaq onların səhihliyi cəmi 25% idi və biz düşünürük ki, burada iki versiya var, ya onlarda həqiqətən də səhih xəritələr yoxdur, hərçənd ki, mütəxəssislər bunun qeyri-mümkün olduğunu söyləyirlər. İkinci məsələsi, Ermənistan bilərəkdən bu xəritələri Azərbaycan tərəfinə vermir və bununla da sülh prosesinə bax söylədiyimiz kimi bu cür maneə yaratmış olur. Çünki həqiqətən də biz bölgədə humanitar
humanitar fəlakət yaşanır söyləyə bilərik. İstənilən halda bu ərazilər təhlükəlidir. Və digər məsələ də mən düşünürəm ki, bu çox vacibdir ki, beynəlxalq təşkilatların özündə də Azərbaycana bu məsələdə kömək etmək kimi bir güclü niyyət olsun. Məsələn, mən müqayisə üçün söyləmək istəyirəm. Elə bugün Ermənistana Avropa Birliyi tərəfindən mina təmizləmə maşını təqdim olunubdur. O, Xorvatiya istehsalıdır. Yəni, Avropa Birliyi bu məsələdə necə Ermənistana öz dəstəyini göstərir. Bir sıra digər məsələlərdə olduğu kimi, amma müharibədən ən çox əziyyət çəkən tərəf kimi söhbət təkcə 44 günlük müharibə və yaxud da ki, antiterror əməliyyatlarından getmir. Biz ümumilikdə konfliktin tarixini söylüyoruz ki, Azərbaycan tərəfi ən çox zərər görmüş tərəfdir. Çünki bu da təbiidir, münaqişə Azərbaycanın ərazilərində baş veribdir. Amma bütün bunlara baxmayaraq biz adekvat münasibəti Avropa ölkələrinin, Avropa Birliyindən Azərbaycana qarşı güclü şəkildə görmürük. Ona görə də düşünürük ki, ərazilərin minalardan təmizlənməsi üçün həm siyasi dəstəyin Azərbaycana göstərilməsi, amma eyni zamanda əməli dəstəyin də Azərbaycana göstərilməsi məsələsi gündəmdə olmalıdır. Sevil xanım, biz mina partlayışından danışdıq, amma istərdim ki, paralel şəkildə Ermənistan daxilindəki vəziyyətdən də söz açaq. Paşinyan bir tərəfdən Azərbaycanla sülhə getdiyini deyir, digər tərəfdən də təzyiqlərlə üz-üzə qalır. Robert Köçəryan və digərlər Samvel Karapetyan fonunda və növbəti dəfə hesab edirlər ki, Rusiyaya ya meyl olunmalıdır, ya Avrasiya İqtisadi İttifaqından çıxmalıdır Ermənistan. Bu məsələyə toxunmazdan əvvəlcə istərdim ki, Ermənistan daxilindəki Robert Köçəryan, Samvel Karapetyan fonunda Paşinyanla mübarizəyə diqqət yetirək. Rusiya buna nə dərəcədə sərmayə yatırmağı indi uğurlu hesab edir. Çünki Robert Köçəryan işlənmiş bir simadır və kifayət qədər uğur qazanmadığını da gördük. İndi Samvel Karapetyan nümunəsi var, amma Rusiya onunla bağlı həmin o maliyyəni xərcləməyə nə qədər Karapetyan özü milyarder olsa belə hazırdırmı? Ümumiyyətlə, əslində Ermənistan daxilində bu cür siyasi çəkişmələrin olması gözlənilən idi. Yəni, Nikol Paşinyanın hakimiyyətə gəlişi də heç də hamar bir mənalı və yaxud da ki, adi qaydada baş verməyibdir. O küçə hərəkatı ilə hakimiyyətə gəlmişdi və mövcud xuntanı hakimiyyətdən uzaqlaşdırmışdı. Təbii ki, buna xalqın dəstəyi də var idi Ermənistan daxilində. Və mən diqqətinizi bir məsələ də çəkmək istəyirəm ki, Ermənistan ictimaiyyətində ümumi fikir bundan ibarətdir ki, yəni, adını çəkdiyiniz siyasətçilər Ermənistanda müharibə siyasəti ilə assosiasiya olunur. Ona görə də onların siyasi dayaqları yoxdur. Yəni, istəyir Rusiya tərəfindən, istəyir digər qüvvələr tərəfindən bu partiyalara dəstək göstərilsə belə, onların ictimai dayaqları ümumilikdə Ermənistanda nəinki zəifdir, onlar hiddət doğuran siyasətçilərdir və Ermənistan əhalisinin azlığını nəzərə alsaq, ona görə də onların tərəfdarlarının sayı da kifayət qədər məhduddur. Burada ancaq siyasi maraqları olan müəyyən qruplaşmalar var ki, onların dəstəyini qazanırlar və də ənənəvi onlara dəstək verən dairələr var ki, onların vasitəsilə onlar əslində parlamentdə az da olsa müəyyən mandatlara sahiblənə bildilər. Ona görə də Rusiya tərəfindən əgər bacarsaydılar seçki kampaniyası, yəni Paşinyan belə götürəndə 3 dəfə seçkiyə gedibdir və hər 3 seçkidə də qətiyyətli qələbə çalıbdır öz oponentləri üzərində. Ona görə də yəni, bu dəfə də Rusiyanın hansısa bir mənada Ermənistan daxilə gedən siyasi proseslərə dərindən nüfuz etməsi və onu dəyişdirməsi əlbəttə ki, ağla batan görünmür hazırki vəziyyətdə. Digər bir məsələ Rusiyaya lazımdır hazırda Ermənistan daxilində vəziyyəti çaxnaşdırmaq, orada siyasi belə deyək, gərginliklər yaratmaq əlbəttə ki, yox. Bugün Rusiyanın Ukraynaya bağlı kifayət qədər problemləri var. Ona görə də o daha çox fokuslanıb bu cəhbəyə. Eyni zamanda Rusiyanın ənənəvi strateji tərəfdaşı olan İran ətrafında gedən proseslər də göz önündədir. Bundan əlavə Afrika qitəsində gedən nüfuz müharibəsi, Afrikanın yenidən bölüşdürülməsi məsələsi bugün qlobal gündəlikdə öndə gedir və Çinə qarşı olan hücumlar, iqtisadi sanksiyaların Rusiyaya qarşı irəli sürülməsi fonunda neft bazarlarında gedən o proseslər. Ona görə də Rusiya bugün düşünmürəm ki, Ermənistan daxilindəki vəziyyəti, siyasi belə deyək, balansı dəyişdirmək istəyir güclü şəkildə. Bəli, siz adını çəkdiniz, Samvel Karapetyan Rusiya tərəfindən dəstəklənər, yəni ən azı onun çox böyük biznesləri var, taşır şirkəti
Rusiya daxilində, amma hazırda yəni onu bəlkə oyuncu kimi gələcəyə hazırlamaq olar, amma bugün üçün o çox gücsüz görünür. Digər tərəfdən Paşinyanın siyasi gücünə gəldikdə, bəli, o Ermənistanın ümumilikdə siyasi kursunu dəyişdirən bir siyasətçi kimi dəyərləndirilir. Niyə görə? Buna qədər əgər Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayırdı, müharibə faktoru var idi və hakimiyyətdə olan qüvvələr məhz bu müharibə faktorundan istifadə edərək erməni cəmiyyətini təzyiq altında saxlayırlar. Amma Paşinyan cəmiyyəti bu buxovlardan azad edə bildi. Niyə görə? Çünki Azərbaycanın apardığı müharibədə məğlubiyyət qazandı və məğlubiyyət oldu və bu məğlubiyyətdən sonra Ermənistan cəmiyyətini yenidən birləşdirə bildi və onun yeni tezisi suverenlik oldu və o ölkənin sərhədlərinin müəyyənləşdirilməsini özünün növbəti illərdəki siyasi strategiyasının əsas hədəfi kimi qeyd elədi. Və bu yanaşma görünür ki, Ermənistan daxilində də dəstəklənir. Bəli, bugün Köçəryan Paşinyanı günahlandırır, Karapetyan Paşinyana qarşı çıxış edir. Çarukyanın həbsi məsələsi Ermənistanda şok effekti yaradıbdır. Çünki çox böyük maliyyə kapitalına sahib olan Çarukyana qarşı bu münasibətin seçilməsi, eyni zamanda kilsə ilə Paşinyanın mübarizəsi. Amma bütün bunların fonunda baxsaq, yenə də biz Paşinyanın qalib çıxdığını görürük ki, bu o üçbaşlı əjdaha məsələsi onun iyun seçkiləri ərəfəsində öz seçki kampaniyasında irəli sürdüyü fikri bir daha təsdiqləyir ki, Ermənistan müharibəyə qarşıdır. Sevil xanım, bütün bu hadisələrin fonunda biz Rusiya-Ermənistan münasibətlərinə toxunduq, amma iqtisadi cəhətdən də bəzi nüansların müzakirəsinə ehtiyac var. Avrasiya İqtisadi İttifaqı ilə bağlı xüsusilə də deputatın söylediyi fikirlərə istinad eləsək, deyir ki, əgər bu bazar bizim üçün açıq deyilsə, niyə Avrasiya İqtisadi İttifaqında qalaq? Çünki bu ittifaqa ona görə daxil olmuşduq ki, deyirlər, sizin üçün geniş bazar açılır. Hərçənd bu bazar indi də Ermənistanın üzünə açıqdır, yəni tam olaraq bağlanmayıb, bəzi məsələlərlə bağlı Rusiya məhdudiyyət qoyub və Ermənistanın baş naziri Nikol Paşinyan elə Mişustinlə görüşündən sonra elə ötən gündə açıqlama verdi ki, əslində çox konstruktiv keçib, baxmayaraq ki, müxalif media buna şübhə ilə yanaşır, yəni bu məhdudiyyətlərin aradan qaldırılmadığını düşünür. Sizin fikrinizcə elə bu deputatın da yeni açıqlamasına istinad eləsək, Avrasiya İqtisadi İttifaqında qalmaq bugün Ermənistan üçün ciddi vədlər verirmi, yoxsa söylediği kimi bazar bağlıdırsa ilə çıxa da bilər? Yox, təkcə burada bazarla məsələ bitmir. Ermənistan və Rusiya arasındakı münasibətlərin kökləri kifayət qədər dərindir. Bəli, biz Paşinyanın qərb yönümlü siyasət həyata keçirdiyini, Avropa Birliyinə inteqrasiya, Avropa strukturlarına inteqrasiyada maraqlı olduğunu və əməli addımlar attığını söyləyə bilərik. Qarşılıq da var. Yəni, Avropa tərəfindən də Ermənistana kifayət qədər əməli yardımlar göstərilir, dəstək göstərilir. Onun siyasi kampaniyası dönəmində də Avropa Birliyi tam şəkildə Ermənistanı dəstəkləyirdi. Həm strateji layihələri ilə, həm də ki, belə deyə ayrı-ayrılıqda göstərdiyi siyasi mövqeyə görə. Amma bu Ermənistanı Rusiyada uzaqlaşdırmaq üçün kifayət edirmi? Təbii ki, yox. İndiki anda əgər biz yaxın şərqdə gedən proseslərə baxsaq, bu kifayət qədər, yəni hələ müəyyənləşməmiş, yəni qeyri-müəyyən bir fon yaradır Ermənistanın ətrafında. Ermənistan İranla həmsərhəddə olan ölkədir. Təbii ki, Ermənistana böyük maraq var və onun xristian ölkəsi olması, onun anti-Türk ölkəsi olması, eyni zamanda söylədiyimiz kimi ərazi olaraq həm İrana, həm Rusiyaya yaxın yerləşməsi, bəli, qərb üçün kifayət qədər cəlbedici görünür. Amma məsələ burasındadır ki, bugün Ermənistanın dəmir yollarını tam şəkildə özəlləşdirmək qərb tərəfindən ona müəssər olacaqmı? Rusiya buna getmir və bağlı qapılar arxasında Mişustinlə aparılan müzakirələrdə biz heç şübhə etmirik ki, bu ən öndə vurğulanan məsələlərdən biri olub. Çünki hazırda siz də az əvvəl qeyd etdiniz, Birləşmiş Ştatların nümayəndə heyəti YUKOM tərəfindən səfər həyata keçirilir və TRIP layihəsinin texniki detalları Ermənistanda aydınlaşdırılır. Yəni artıq prosesə nə qədər yaxın olduğu Birləşmiş Ştatların göz önündədir. Bu isə məntiqi olaraq Rusiyanın Ermənistandan dəmir yolları kimi çıxmasını ehtiva edir. Digər bir məsələ
atom elektrik stansiyası ilə bağlıdır. Bildiyiniz kimi Metsamor atom elektrik stansiyasının artıq müddəti bitib, istismar müddəti və burada bir neçə versiyalar var. Ermənistan çünki kim həyata keçirəcək növbəti atom elektrik stansiyasını və Avropa Birliyi özünün namizədliyini ortaya qoyubdur. Birləşmiş Ştatlarda eyni zamanda. Amma elə bundan əvvəl Rosatom tərəfindən də biz bu sahədə birinciyik, öncülük və düşünürük ki, Rusiya tərəfindən həyata keçirilər deyən bir təklif ortaya sürüldü və Ermənistan tərəfindən bu o qədər də ciddi təpki ilə qarşılanmayıb da. Onlar sadəcə olaraq bu məsələləri nəzərdən keçirdiklərini bildiriblər. Digər bir məsələ təchizat yolları ilə bağlıdır, energetika. Yəni, əslində bağlar kifayət qədər də güclüdür. Görünür ki, vaxt lazımdır. Mən düşünürəm ki, biz bunu bəlkə indiki anda başlanğıc kimi qəbul eləyə bilərik, amma vaxt lazımdır. Eyni zamanda Ermənistan diasporası Rusiya ərazisində kifayət qədər böyükdür. Onların pul baratlarını Ermənistana göndərməsi, Ermənistan iqtisadi cəhətdən elə bir güclü dövlət deyil, bunu da söyləmək lazımdır. Və baxmayaraq ki, uzun illər Rusiya ona köməklik göstərib, bəli, o Avrasiya İqtisadi İttifaqının üzvüdür, buraya daxil olan bir ölkədir, amma Ermənistanın özünün müstəqil iqtisadiyyatı var deyən bir məsələ yoxdur. Ona görə də yəni Ermənistanın kifayət qədər çoxlu problemlər var. Bəli, indi bir məsələ var ki, Ermənistanın iqtisadi azadlığı üçün Türkiyə üzərindən hansısa əməllər aparmaq olar, amma bunun özü də Ermənistan daxilində qəbul olunan deyil. Eyni zamanda Türkiyə ilə yaxınlaşmaq məsələsi və cəmiyyətdə bir mənalı qarşılanmır. Bəli, birincisi diaspora tərəfindən o da Ermənistan cəmiyyətinə təzyiq göstərən qüvvələrdən biridir. Onlar tərəfindən də müsbət qarşılanmır. Eyni zamanda söyləmək istəyirəm ki, bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, yekun sənədi imzalanmasına keçir ki, Ermənistan ilə konstitusiyasını dəyişməklə bağlı qərar qəbul etmir. Sevil xanım, siz də elə TRIP layihəsinə toxundunuz. Amerika Birləşmiş Ştatlarının konsalting şirkətinin Ermənistana getməsi, orada yerində qiymətləndirmələr aparması günün əsas xəbərlərindən Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günkü açıqlamasına da biz paralel şəkildə diqqət yetirsək, TRIP-in nə qədər qlobal layihə olmasından danışırdı və deyir ki, hətta İrana da xeyirdir və buradan hər kəs öz xeyrini götürəcək. Əvvəlcə həmin o açıqlamanı istəyərdim xatırladaq. Sonra bugün elə yeni çıxan Birləşmiş Ştatlar şirkətinin Ermənistana getməsi ilə bağlı paralel şəkildə danışarıq. Biz TRIP layihəsinin icrasına ən qısa zamanda başlamaq istəyirik. Bu layihənin həyata keçirilməsi ilə biz Fars körfəzindən Qaradənizə dəmir yolu bağlantısı açacağıq və bununla da Ermənistanla İran arasında ticarət və iqtisadi əlaqələr üçün imkanları əhəmiyyətli dərəcədə genişləndirəcəyik. Nəticədə İranın ticarət və iqtisadi imkanları da böyüyəcək. Yəni bu detalları nəzərə alaraq deyə bilərəm ki, TRIP layihəsi İranın da maraqlarına xidmət edir. Sevil xanım, Nikol Paşinyan bilir ki, İran bu məsələ ilə bağlı əslində bir o qədər də müsbət mövqedə deyil və bundan narazı olan Rusiya var, İran var. Rusiya bu proseslərdən kənarda qaldığı üçün, İran isə çox yaxınlığına Amerika Birləşmiş Ştatları investisiyası cəlb olunduğuna görə və elə Paşinyan da inandırmağa çalışır ki, bu İrana da xeyirdir. Bizi haradasa inandırmağa cəhd göstərir. Bəs İran inanırmı buna? Nə qədər gerçək olsa belə inanmaq istəyirmi daha doğrusu? Əvvələn, siz Rusiya və İran məsələsinə diqqət yetirsək, Rusiyanın bu layihədə iştirak etmək şansları var. Az əvvəl söylədim, əgər konsesiya olana versələr. Çünki tək kiçik bir hissə dəmir yolu olaraq ayrı bir ölkəyə verilməyi o qədər də real görsənmir. Amma Rusiya bunda maraqlıdır ki, qoy həyata keçirsinlər və orada operatorluğu əgər öz əlinə ala bilsə, əslində bu Rusiyanı kifayət qədər belə də dominant bir mövqeyə gətirib çıxara bilər. Amma İranın vəziyyəti isə bu məsələdə düşünmürəm ki, Rusiya qədər güclüdür. Və İran üçün iqtisadi və yaxud siyasi kart güclüdür. Mən düşünürəm ki, bu məsələdə İran üçün iqtisadi deyil, siyasi kartın güclülüyü lazımdır. Siyasi məsələ tərəfi də məsələnin nədən ibarətdir? İran Birləşmiş Ştatların öz sərhədinə yaxın gəlməsini istəmir və o bir mənalı şəkildə Birləşmiş Ştatların burada olmasını arzulamır. Bəli, ola bilsin ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı iqtisadi maraq
maraqlar fonunda İranı razılığa gətirmək olardı, yəni onun belə deyim, müsbət rəyini almaq olardı, amma məsələnin siyasi tərəfinə gəldikdə isə İran təbii ki, bununla razılaşmayacaqdır. Niyə görə? Çünki söhbət təkcə TRIP layihəsinin həyata keçirilməsində Birləşmiş Ştatların investisiyalarından getmir. İran buna ayrı bir rakursdan da baxır. Bu geniş anlamda Birləşmiş Ştatların Ermənistan daxilində gələcəkdə mümkün bazalarının yaradılması, bu yol vasitəsilə buradan hərbi texnikaların da keçirilməsi, yəni bu əlbəttə teoretik olaraq nəzərdən keçirilir, amma mümkün versiyalardır ki, artıq təhlükə İrana yaxınlaşır və ona görə də baxmayaraq ki, İran və Ermənistan arasındakı münasibətlər kifayət qədər istidir, amma bu məsələdə məncə tərəflər arasında əgər onlar hər tərəfli məsələni müzakirə etsələr, heç də anlaşmanın olmadığını görə bilərik. O ayrı bir məsələdir ki, yəni artıq Ermənistan bununla bağlı Birləşmiş Ştatlarla razılaşmaya daxil olubdur, TRIP layihəsi həyata keçiriləcəkdir və kifayət qədər dinamik gedir bu proseslər, onu da qeyd etmək lazımdır və baxmayaraq ki, 2025-ci ilin avqustunda memorandum imzalanmışdı, amma bundan sonra yəni həm Birləşmiş Ştatlar tərəfindən çox dinamik şəkildə bu əraziyə səfərlərin edilməsi, burada işçi qruplar kimi onlar gəlirdilər, həm hüquqi tərəflərini, həm iqtisadi tərəflərini layihələndirmək üçün aparırlar. Eyni zamanda Ermənistan özü də addımları atırdı, hətta bu ərazilərdə Azərbaycanla delimitasiya, demarkasiya məsələlərinin daha sürətli şəkildə həyata keçirilirlər ki, yəni layihələndirmə məsələsində də heç bir maneə qalmasın. Ona görə də Ermənistan bəli maraqlıdır, bunu həyata keçirəcəkdir, çünki beynəlxalq öhdəliyi öz üzərinə götürüb. Zaten Trumpın prezidentlik dönəminin 2 ilini arxada qoyub və 2 il onu qabaqda qalıbdır və bu dövr ərzində Trump Birləşmiş Ştatlar üçün bunu etmək istəyir və onun əslində qlobal uğurlarından biri kimi nəzərdən keçirilir. Amma İranla bağlı məsələ düşünürəm ki, biraz mürəkkəbdir. Təşəkkürümüzü bildiririk. Sevil xanım, minnətdarıq studiyamıza gəldiyiniz üçün. Dəvətə